Mən şəxsən özüm yaşlı ağsaqqallardan xəbər almışam, hələ orta məktəbdə oxuyarkən. Məndə belə bir həvəs vardı. Müəyyən sözləri, müəyyən mənasını başa düşmədiyim, çətin olan sözləri, fikirləri xəbər alırdım. Ki, bizim kəndimizin bu mənası nədir, adının mənası nədir? Onlardan mən belə bir cavab eşitmişəm ki, deyirlər ki, biz köçəri tayfalar olduğumuza görə dəyədə yaşayırlar, dəyə deyirlər də, alaçığa dəyə deyirlər. Dəyəli sözündən bu gəyəli sözü də əmələ gəlib. 30-cu illərdə Sovet vaxtından sonra bu kəndlərin və insanların doğum şəhadətnaməsi yazılmağa başladı, doğumu qeydiyyata alınmağa başladı, nikahı qeydə alınmağa başladı və bu kəndlərə, bütün kəndlərə verilən sənədlərdə bizim kəndin adı Gəgəli təki qeyd olunub. Və bu ağsaqqallardan mən belə eşitmişəm. İndi bir variant da var ki, göy əli sözlərin bu türk dillərində belə bir ahəng qanunu var ki, sözlərin assimiliyasiya uğramasından sonra müəyyən başqa sözlər alınır. Məsələn, biz deyirik ki, irzıya irza deyirik, türk dili tayfalar. Olmuşsun ki, göy əli, bəzi yerdə gök deyirlər, göyə gök deyirlər. Olmuş olsun ki, gəgəli sözü oradan da əmələ gələ bilər. İndi hələ tam təsdiqlənməmiş bir sözdür. Bir variant da var ki, qoy buna da deyək elə eşitsin hörmətli tamaşaçılarımız. Gəlmə sözü ilə də əlaqələndirirlər ki, bu gəli sözünün adı, kəndin adı gəlmə adamlar olduğuna görə gəli adlanır. Deyirlər su həyatdır, susuz həyat olmaz. Lakin bu kəndin sakinləri illərdir ki, içməli suya olan tələbatlarını ödəyə bilmirlər. Kənddə demək olar ki, içməli su yoxdur. Əhali içməli suyu öz vəsaitləri hesabına alır. Su sarıdan həqiqətən biz çətinlik çəkirik. İndi müəyyən idarələr, müəyyən təşkilatlar əgər bizə çox bu sahədə kömək etsələr, biz indidən ora bütün əhalimiz adından, bütün kənd əhalisi adından onlara öz minnətdarımızı və təşəkkürümüzü bildirərik. Gəgəli kəndi əvvəllər Kürdəmir rayonunun inzibati ərazi vahidliyinə daxil olub. Ağsu rayonu yaradıldıqdan sonra bu rayonun ən böyük kənd inzibati vahidlərindən biri olub. Əhalisinin sayına görə Gəgəli Ağsu rayonunun ən böyük kənd məntəqəsidir. Kəndin 5000 nəfər əhalisi, 1040 təsərrüfatı var. Ümumi ərazisi isə 160 hektardır. Gəgəli tam orta məktəbi Şəhid Sahib Mütəllimovun adını daşıyır.